Evin işləri, ailə qayğıları arasında çox vaxt özümüzü unuduruq. Amma hər birimizin içində yatan bir uşaq var. Biz nə qədər böyüsək də o uşaq həmişə bizimlədir. Bu günümü özümə ayırdım, özümə vaxt verdim, tək qalmağı və bulvarda təmiz hava almağı seçdim. Yeni il ab-havası üçün yolumu bulvarda açılan yarmarkaya saldım. Yarmarkada Berqa çayı ilə ülkə şirniyyatlarını görən kimi dayandım. Bayram ab-havalı, şaxtalı günlərdə isti çayın dadı tamam başqadır. Ülkə şirniyyatlarını həqiqətən çox sevirəm, biri-birindən dadlı və ləzzətlidirlər. Mənim kimi çayxor və şirniyyat sevənsizsə, elə bulvarda yarmarkada Berqa və ülkə şirniyyatlarının stendinə mütləq yaxınlaşın. Evimizdə də hər zaman Berqa çayı olur. Ülkə şirniyyatları isə bizim üçün vazgeçilməz dadlardandır. Həndəmə burada çarx oyunu da varmış. 10 azayınlıq alış-veriş etdinsə çarx oyunda iştirak edirsən. Fırladırsan və hədiyyə qazanırsan. Təbii ki, hədiyyəmi də götürdüm. Evə də alış-veriş etdim. Ülkə şirniyyatları ilə Berqa çayını da alıb evə xoşbəxt yollandım. Qısa fasilə, isti çay, dadlı şirniyyat və sürprizlər. Bəzən xoşbəxtlik elə budur.